Selamünaleyküm aziz izleyiciler. Bu da bizim ovitləri. Biri erkəkdir, biri dişi. Baxırsan ki, dişiyə bu oxşayır vidinə, gözəlliyinə görə. Erkək də bu, amma əksinədir. Dişi budur, erkək bu. Dişi həvəsli itlərdir. Prosta ki, maksimum ömrü olsun 9 il. Onu da burada bağlı çürüyüb gedir ömrü günü. Ayda ildə bir dəfə ova gedər ya getməz. Nə bilim, az ömürləri var, o da bağlı keçir. Məncə azad olmalıdır heyvan, itlər. Ya da sərbəst öz istəkləri ilə necə rahatdırlarsa elə olmalıdır. Bekarlar da böyle. Bunlar için fərqi yoxdur. Bunlar ev olsun. Bunlar için de elə ev. Çıxıb gəzib gəlməyə rahatdırlar. Qalmağa, yatmağa yerlər olsun.